Demək xanım bizim yanımıza 2 dənə podruqasından gəlib. Podruqalar oturub belə bir arxada. Mən xanımın saçlarını düzəltdim, kəsim elədim, balyaj elədim. Belə baxıram ki, balyaj eləmişəm, kəsim eləmişəm, ukladkanı eləyirəm. Yəni podruqaların ağzı gözü əyilib də, elə bir ki, bunların ikisində bir infarkt vurub. Ay bacı, qurban olum sizə. Salona gələndə birinci növbədə tək gəlin. Mənim yanıma kobra podruqalarınızı, ilan podruqalarınızı yığıb gətirməyin. Demək təsəvvür edin ki, bu gözəllikdə saça podruqaların ağzı gözə əyilir ki, yəni belə də. Halbuki podruqaların da başı Allaha and olsun birinin başı yanıq-yanıq. O birisinin də başına elə bir ki, nara sıxmısan, sokun tökmüsən. Öz başları bərbad gündədir, bu cür balyaja lağ eləyirlər. Yəni lağ eləmək deyəndə ki, ağızları, gözləri əyilib də, yəni təsəvvür elə ki, belə kobra stilində bir podruqadılar da, təsəvvür elə. İlan, mehriban düşmən, yəni belə bir vəziyyətdə edilir. Bir də onu demək istəyirəm ki, birinci növbədə xahiş edirəm, mənim yanıma gələndə tək gəlin. Heç bir podruqalarınızı, heç bir tanışlarınızı mənim yanıma gətirib orada, yəni şou göstərməyin də qurban. O podruqalar gələndə həmişə saçlarda problem axtarırlar, çünki onların paxıllığından saç gözəl çıxır. Onu da çəkə bilmirlər. Bu belədir. Yəni bu qayda qanundur, bu cürdür. Ona görə də xahiş edirəm, mənim yanıma gələndə, saç düzəltdirməyə gələndə tək gəlin. Heç kimi götürüb mənim yanıma gəlməyin.